Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Zabrat dairəsinə yaxın bir ərazidə 3 sot torpaq sahəsinin üzərində bax belə bir şəxsi həyət evimiz çıxıb satışa. Bir zal, 2 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. İnşallah həyətin təqdimatını edək, sonra evin içərisində sizə təqdimatını təqdim edəcək. Evin torpağın çıxarışı var. Paket bütçədə həm ipotekaya yararlıdır, həm qeydiyyata düşmək olur. Həyətdə bu gözəl belə bir bisetkası var. Fikir verin. Bisetkası var. Əlavə torpaq sahəsi var. Maşın üçün keçidi qoyulub. İnşallah onları təqdim edəcəyik sizlərə. Həyətin içərisində sanuzeli var. Evin də fikir verin, sağ və sol tərəfində rahat bir şəkildə keçidi var və ağlayına qədər belə vurulub. Yəni təcili satılır. Qiymət 85.000 manat. Reallı olarsa indirim olunacaq. Əlavə həyətdə su çəninə qədər var. Belə deyək, padvalı da var. Padval hissəsini indi təqdim edirik sizlərə. Gəlin inşallah giriş hissəsini göstərək, izləyicilərimiz izləsinlər. Yerdən də ən azından 8 daş kürsüdür. Gəlin zəhmət olmasa qabağa. Bu bisetka hissəsini də göstərək və buradan fikir verin. Gözəl bir həyətdə Allah hər kəsə qismət versin inşallah. Alınır da satana da torpaq sahəsi qoyulur və sağ tərəflərdə fikir verin. Ağacları əkilib. Və əlavə su çəni və həyətdə sanuzel və su kanatı quraşdırılıb. Buradakı gördüyünüz kimi bisetkasıdır və giriş hissəsini də göstərək sizlərə. Fikir verin. Giriş hissəsini təqdim edin zəhmət olmasa. Bisetka belə özü gözəlliyi verir. Yəni bu qiymətə belə deyək də, yəni ev hələ ki qoyulmuyor. Evin arxa tərəfinə yəni bir rahat şəkildə girib, yəni bu tərəfdən tam bir rahat şəkildə çıxmaq olur. Bu tərəfini də göstərək sizə və keçirik inşallah evin içərisini təqdim edək. Padvalını da fikir verin. Bizim bir padvalı var. Və üzr istəyirəm, evin arxa tərəfinə keçid var. Ancaq burada əlavə bir belə deyək, kladovkası kimi. O yəqin ki, nədir o kombinin yeri üçün nəzərdə tutulub. Və buradan da bir təkrarən göstərin. Zəhmət olmasa. Və keçək evin içərisini sizlərə təqdim edək. Və qeyd etdiyimiz kimi 3 çox torpaq sahəsinin üzərində inşa edilir. Evin torpağında çıxarışı var. Buradan da göstərilən içəri hissəsini. Və keçid edirik inşallah evin içərisine. Evin içərisini sizlərə göstərək. Koridorda və koridordan ayrı-ayrı otaqlardır. Zal hissəsini təqdim edək. Böyle bir zal var, gözəl zal var. Yəni tək daşıyır, qoşulur. Və qeyd etdiyimiz kimi şəxsi tikili şeylərin və keçid edirik digər otaqlarını sizlərə təqdim edirik. Bir otaqda buradadır. Burada da eyni qayda ilə kombin xətləri qoyulur. Və keçid edirik ikinci otağımızı göstərək sizlərə. Fikirlərin. Və bir şey nəzərdə çatdırır, gəlmə zəhmət olmasa. Fikirlərin olduğundan da çarlara çıxmaq üçün. Və keçid edirik mətbəx hissəsini göstərək. Mətbəx hissəsinə baxın. Və sanuzelini göstərək. Sanuzel tam hazır vəziyyətdir. Demək olar, aksesuarlar yəqin ki, bunu tanışmaq olur. Yəqin ki, istifadə olur. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Zabrat dairəsinə yaxın bir ərazidədir. Çox torpaq sahəsinin üzərində inşa edilib. Yerdən 8 daş kürsüdür. Şəxsi tikilidir. Həyətdə bisetkası, sanuzeli. 3 otaq, bir mətbəx, evin içərisində bir sanuzel var. Evin torpağının çıxarışı var. Tam qeydiyyata düşmək və ipotekaya yararlı. Qiymət 85.000 manatdır. Reallı olarsa hesablarına indirim olunacaq. Və səhifəmizdə məşğələ əməkdaşları rəhbərindən sizlərə təşəkkür edirik.